Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. 89.000 manata bütün əşyalar hamısı evin içərisində qalmaq şərti ilə 4 otaqlı ev satışa çıxarıldı. Paket, kupça. Evin də kupçası var, torpağın da kupçası var. Siz təsəvvür edin, siz bu evi alası olsunuz, nə deyim, heç bir şey almayacaqsınız. Evdə hər bir şey var. 2 dənə təzə kondisioner, kombi, 2 dənə minütka, nə bilim, hər şey, mebel dəstləri, hələ görək nələr var evdə. Bax, qapıdan girir içəri. Narahat olmayın, həyəti də göstərəcəm. Bir dənə evə baxaq. Bax, buradan qalxır evin 2-ci mərtəbəsinə. Buradan qalxıb görürsünüz, bax, mərmər pilləkənlardır. Çox qəşəng, səviyyəli, bahalı materiallardan istifadə olunub. 89 manatdan narahat olmayın, ha. Hələ endirimi də var. Yaxınlaşın bura. Bax, elə bunun qapılarına bir dənə zəhmət olsa ümumi göstərin. Görün nə qəşəng taclı qapıları var. Hər şey, bax, ayaqqabı soyunmaq üçün purfinqə baxın, bax. Hamısı, yəni burada nə izah edeyim, nə görürsünüz, hamısı evin içərisində qalacaq. Bax, bura koridordur, foyerdir. Kombini görürsünüz. Stabilizator nə qədər qalacaq? Təp-təzə kombidir. Bura sanitar qovşağıdır. İsti poldur, bax bura. Görürsünüz? İsti poldur. Hələ mətbəxə baxaq, gəlin bura. Mətbəxə baxın. Mətbəx mebeli, qaz peçi, aspirator. Burada tökmə mərmərdir, bax. Bura mərmərdir, görürsünüz? Seksiyar radiatorlarımız var. Bax, buradan izah edirəm. Tez-tez deyəcəm ki, videonu izləyəndə bunu biləsiniz. 89.000 manata bütün əşyalar hamısı evin içərisində qalacaq. Buradan heç nə götürülməyəcək. Davam eləyək. Bu da bizim qonaq otağımız, yəni zalımız. Gəlin bura. Bax, bu da bizim qonaq otağımız. Görürsünüz? Bax, bu da qonaq otağıdır. Deməli, divan, kreslo, jurnal, stol, stul, kondisioner. Bax, biri buradadır, bax, işləy vəziyyətdədir. Biri də yuxarıdadır. Bax, televizor altlığı, internet, modem. Nə görürsünüz evin içərisində? Hamısı bu evin içərisində qalmaq şərti ilə 89.000 manatadır. Qiymətindən narahat olmayın, endirim olunacaq. Demək, necə oldu? Aşağıda bir zaldır, qonaq otağı, bir mətbəxdir, hamam tualeti, bir də bu koridordur. Bax, gördünüz? Bunlar hamısı 1-ci mərtəbədədir. İndi qalxırıq 2-ci mərtəbəyə. Gəlin 2-ci mərtəbəyə qalxaq. Görək 2-ci mərtəbədə də nələr var. 2-ci mərtəbədə də 3 dənə yataq otağıdır, bir də sanitar qovşağıdır. Bax, 1-ci mərtəbədə də var idi sanitar qovşağı, 2-də də var. Zəhmət olmasa göstərək, bax görürsünüz. Bu 2-ci mərtəbənin sanitar qovşağıdır. Bu 2-ci mərtəbədəki kondisionerdir. Buradan çəkin zəhmət olmasa. Bax görürsünüz, böyük kvadratlı kondisionerdir. Bu da evin içərisində qalacaq. İndi başlayaq yataq otaqlarına baxmağa. Bu bir yataq otağı. Bu bir yataq otağı. Evin içərisində qalacaq bütün mebellər. Bu böyük yataq otağıdır. Bu bir yataq otağı. Bir də təkrar edirəm, evin içərisində qalacaq mebellər. Bu da uşaq yataq otağıdır. Bunun içində mebel yoxdur, özünüz inşallah alıb qoyarsınız. 89.000 manatadır. Qiymətində mütləq endirim olunacaq. Pilləkənlə təzədən çıxaq, bir dənə bayırda sizə göstərim həyəti. Görək həyətində nələr var. Bilirsiniz ev harada yerləşir? Tərlan Şaldıq sarayı var. Tərlan Şaldıq sarayından təzə Bakı Busun avtobusundan düşdün. 30 addımdan sonra girirsiniz həyətə. 30 metr məsafəsi var ana yolla. Təsəvvür et, bütün maşınlar, marşrut, taksilər, hamısı bu evin 30 metrindən keçir. Bəs evin içərisində elə bir şey qalmadı. Hə, göstəriləsi. Hamısını izah elədim. Demək, yuxarıda 3 yataq otağı, sanitar qovşağı, aşağıda sanitar qovşağı, mətbəx, bir də qonaq otağı. Bu evin içərisinə aid olan şeylərdir. Bir də təkrar edirəm, bu evə alası olsunuz, heç nə almayacaqsınız. Çünki hər şey bu evdə var. Bütün əşya qarışır, ev satılır. İndi gəlin həyətə. Bu da evimizin həyətidir. Bu da evin həyətidir. Bax, evimizin həyətidir. Bax, görürsünüz, maşın gəldi, girdi bura. Maşınla gəldin, girdin bura. Burada qəşəng navesi var. Bir dənə oradan götürün. Bax, navesidir qəşəng. Şəlaləsinə qədər var. Əsl, xudmanı, qanuni, belə kompaktlı bağ evi. Hə, bir də paşet kupçadır, ha. Bu evi alan kimi qeydiyyata düşə biləcəksiniz. Yəni ki, evində kupçası var, torpağın da kupçası var. Birbaşa arayış al, sənəd al, elə bir şey olmayacaq. Elə alan kimi birbaşa düşəcəksiniz qeydiyyata. Bu evin indi əsas satılmaq, almaq vaxtıdır. Yəni bunun indi sezonudur. Bu vaxtı gəlin evin yəsi ilə danışın. Çox da rahat adamdır, ürəyi yumuşaq adamdır. 89.000 manatdan mütləq endirim olunacaq. Siz də bu evi götürərsiniz. Allah alana da, satana da xeyir versin. Sağ olun.